Salam. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Əlimizdəki mənbələr Robert Greene'in olduqca məşhur, bəlkə də biraz mübahisəli Başdan Çıxarma Sanatı kitabından seçilmiş hissələrdir. Salam. Bəli, həqiqətən dərinə gedəcəyik. Məqsədimiz sadəcə, necə deyim, hansısa taktikaları sıralamaq deyil. Çalışacağıq ki, başdan çıxarmanın arxasındakı o psixologiyanı anlayaq. Düzdür. Fərqli insan tipləri, yəni arxetiplər və bu gücün, belə deyək, tarix boyu necə istifadə olunub. Gəlin başlayaq. Robert Greene deyir ki, hər birimizdə bu güc var. Bu, ilk baxışdan biraz iddialı gəlir, hə? Hə, iddialıdır, amma kitabın əsas arqumenti budur. Və dərhal da vurğulayır ki, söhbət sadəcə romantik və ya cinsi cəlb etmədən getmir. Bu daha geniş məfhumdur. Yəni, sırf romantika deyil. Güc oyunu qurmaq olar. Əsas hədəf fiziki deyil, məhz zehnə təsir etməkdir. Aha. Kitabın ən cəlbedici tərəflərindən biri də odur ki, deyir, bu anadan gəlmə nəsə mistik bir qabiliyyət deyil, öyrənilə bilən bir bacarıqdır. Bəli, məhz sənət adlandırması da bundandır. Yəni deyir ki, başdan çıxarıcı xarakterin əsaslarını anlasan, hər kəs öz cazibə potensialını, yəni o gücü üzə çıxara bilər. Bu necə mümkündür sizcə? Baxın, mənbələrdə bir bənzətmə var, çox xoşuma gəlir. Prosesi bir generalın qalanı mühasirəyə almasına bənzədir. Maraqlıdır. Qələbə üçün tələsik hücum yox, planlı bir strategiya lazımdır. Hədəfin divarlarını, yəni psixoloji müdafiəsini başa düşmək, zəif nöqtələrini tapıb ora fokuslanmaq. Bu, impulsivlikdən çox səbir və müşahidə tələb edir. Başa düşdüm. Gəlin onda kitabdakı bəzi əsas arxetiplərə baxaq. Məsələn, kaketlər. Bu tip insanlar haqqında nə deyə bilərik? Onların o isti-soyuq davranışları. Hə, kaketlər klassik nümunədir. Gah yaxınlaşırlar, gah birdən uzaqlaşırlar. Bu, insanı daimi bir qeyri-müəyyənlik içində saxlayır. Bəs niyə bu qədər təsirli olur? İnsan niyə belə bir oyuna düşür? Çünki bu, birbaşa psixologiyamıza toxunur. Biz qeyri-müəyyənliyi, xüsusən də əldə etmək istədiyimiz bir şeylə bağlı qeyri-müəyyənliyi sevmərik. O itirmə qorxusu, o həsrət hissi, kaket qurbanını daimi ümid və məyusluq arasında saxlayaraq, onu emosional olaraq özünə daha möhkəm bağlayır. Yəni, bu sadəcə bir oyun deyil, əsl psixoloji tələdir. Çox incə məqamdır. Amma başdan çıxarma həmişə belə birbaşa cazibə oyunu ilə olmur. Elə deyilmi? Məsələn, sehirbazlar arxetipi. Onlar tam fərqli işləyir. Elədir, tamamilə fərqli. Sehirbazların taktikası, necə deyim, daha az gözə çarpandır və çox vaxt cinsəllikdən uzaqdır. Onlar bütün diqqəti öz üzərindən çəkib hədəfə yönəldirlər. Necə yəni? Onların ehtiyaclarını, arzularını, hətta komplekslərini anladıqlarını göstərirlər. İnsanların özlərinə olan dəyər hissini, egosunu oxşayırlar. Mənbədəki Disraeli və Kraliçə Viktoriya nümunəsi var. Hə, xatırlayıram. Disraeli məhz kraliçanın intellektinə, şəxsiyyətinə fokuslanaraq, onun özünü çox dəyərli hiss etməsini təmin edərək onu ovsunladı. Yəni, fiziki cazibədən çox, zehni bir yaxınlıq qurub. Bu çapqın arxetipi də çox maraqlı gəlir mənə. Cəsarətli, qaydaları pozan, hətta biraz təhlükəli, həyasız kimi görünən. Niyə başqalarının fikirlərini vecinə almamaq bu qədər cazbedici olsun ki? Çünki onlar monotonluqdan və gündəlik qaydalardan bezmiş insanlara bir növ azadlıq və həyəcan vəd edirlər sanki. Onların bu, belə deyək, yabani təbiəti, heç kimə tabe olmamaqları. Bir cazibə yaradır. Bəli. Və maraqlısı odur ki, bəzən insanlar, xüsusən qadınlar, onları əhliləşdirmək arzusuna düşürlər. Bu da özlüyündə bir cazibə elementidir. Richelieu, Errol Flynn kimi tarixi fiqurlar, onlar məhz bu enerji ilə qaydalara meydan oxumaqla təsir göstəriblər. Cəmiyyətin sıxıcı olduğu dövrlərdə belələri daha çox parlayır. Sonra təbii başdan çıxarıcılar var. Uşaqlıqdan qalma bəzi xüsusiyyətləri, saflıq, oyunbazlıq, hətta biraz müdafiəsiz görünmək, bunları qoruyub saxlayanlar. Charlie Chaplin kimi. Bu necə işləyir ki? Axı adətən güc cəlb edici sayılır. Onların təbiiliyi, o uşaqsılığı insanları tərk-islah edir. Qarşı tərəf özünü daha güclü, qoruyucu hiss edir və bu da fərqli bir bağlılıq növü yaradır. Onların yanında insanlar daha rahat olur, o müdafiə qalxanlarını endirirlər. Bu da təsir etmək üçün bir yoldur. Və əlbəttə, karizmatiklər. Bu yəqin ki, ən çox bilinən tipdir. Kütlələri arxasınca apara bilən o xüsusi aura. Özgüvən, məqsədyönlülük, enerji. Bəli,
JFK-nin yeni sərhədlər imici və ya De Gaulle'ün o sakit amma qətiyyətli gücü kimi. Amma mənbələr maraqlı bir şey də deyir. Karizma həmişə müsbət keyfiyyətlərdən doğmur. Bəzən qüsurlar və ya fərqlilik də karizmatik ola bilər. Necə yəni? Məsələn, Rasputin olduqca qüsurlu bir fiqur idi, amma qəribə bir cazibəsi vardı. Və ya Marlene Dietrich'in o androjen, kişi və qadın elementlərini birləşdirən cazibəsi, bu da fərqlilikdən doğan bir karizma idi. Yəni karizma təkcə mükəmməllik deyil, həm də güclü bir enerji, intensivlik və bəlkə biraz sirdir. Bütün bu fərqli tiplərə baxdıqca sanki ortaq bir nöqtə var kimi görünür. Hə, var əlbəttə. Əsas məsələ hədəfin daxili dünyasına, onun gizli arzularına, fantaziyalarına, hətta daxili boşluqlarına və narazılıqlarına toxuna bilməkdir. Hamısı bir şəkildə bunu edir, sadəcə fərqli yollarla. Kitabda göstərilən konkret taktikalar da yəqin buna xidmət edir. Dəqiq. Məsələn, Andy Warhol kimi məsafə saxlamaqla marağı artırmaq. Ya da Lou Andreas Salome kimi təzadlardan gah çox intellektual, gah çox ehtiraslı istifadə etmək. Lenin də qeyd olunur deyəsən. Bəli, onun dolaylı yollarla yaxınlaşması, birbaşa yox, ətrafdan təsir etməsi və ya Madame Rejamier kimi sözlərdən çox baxışlara, jestlərə, susqunluğa önəm vermək. Hamısının kökündə eyni məqsəd durur. Qurbanın zehnində özün üçün xüsusi, toxunulmaz bir yer açmaq. Amma bütün bu strategiyalar, bu oyunlar, bunlar riskli deyilmi? Məsələn, bayaq dediyimiz koketin oyunu axırda nifrətə çevrilə bilməzmi? Ya da karizmanın o daimi təzyiqi insanı yormazmı? Əlbəttə, çox vacib məqamda. Bu təhlükələr realdır. Başdan çıxarma çox incə bir tarazlıq üzərində qurulub. Hər bir arxetipin və taktikanın öz tələləri, öz riskləri var. Səhv bir addım, ifrata varmaq və ya yanlış zamanda yanlış hərəkət etmək bütün effekti sıfıra indirə bilər. Hətta əks nəticə verə bilər. Tamamilə, hətta əksinə çevrilə bilər. Bu həm də etik suallar doğurur, yəni başqasının zəifliklərindən, ehtiyaclarından istifadə etmək nə dərəcədə doğrudur? Bu da ayrı bir müzakirə mövzusudur əslində. Beləliklə gördüyümüz kimi, əlimizdəki mənbələr, yəni Greeninin kitabı, başdan çıxarmanı sadəcə bir flört kimi yox, çox daha dərin, çox şaxəli bir proses kimi təqdim edir. Bəli, incə, psixoloji manevralar, fərqli strategiyalar və ən əsası insan təbiətinin, insan psixologiyasının dərin qatlarını enməyi tələb edən mürəkkəb bir sənət kimi. Bütün bu müzakirədən sonra dinləyicilərimiz üçün bir düşüncə toxumu buraxmaq istərdik. Buyurun. Gündəlik həyatınıza bir nəzər salın, bəlkə işdə, dost çevrənizdə, münasibətlərinizdə, hətta özünüzdə. Bu arxetiplərdən hansının əlamətlərini, hansı taktikaların izlərini görürsünüz? Və bu fərqindəlik, yəni bu mexanizmləri anlamaq sizin insanlarla olan münasibətinizə, onlarla ünsiyyətinizə necə yeni bir perspektiv qata bilər, bu haqda düşünmək maraqlı olardı. Əgər bu dərin təhlil sizin üçün maraqlı oldusa və bu cür mövzuların müzakirəsinin davamını görmək istəyirsinizsə, o zaman bizi izləməyi, bəyənməyi unutmayın. Şərhlərdə də öz fikirlərinizi, müşahidələrinizi bölüşə bilərsiniz. Hələlik. Sağ olun.